250 min kilometrdən çox sürülüb, amma heç bir qulluq olunmayıb. Görürsünüz farsunka nə günlər. Ya kapodunu açıb müştəri baxmayıb ki, bu maşının nə dərdi var da. İndi bizim servisdə bir gün içində bu maşına o ki qulluq olunacaq. Videonu sona qədər izləyin, görəcəksiniz zəmanətli şəkildə. Deməli, Air Motors'da bugün görülən işlər var. Sorento Sportage düz istəyirəm. Sepi dəyişildi, hava sistemi təmizləndi. Bir də təş var görsən, hamısı peşdə. Yəni bu bir maşın göstərim. Orada bir dənə Santa Fe'miz var. Çək ümumi qulluq olunub. Sorento'da hava sistemi təmizlənir. Samavar zət yuyulub təmizlənib, yerinə yığılır. Gətirin ora. Bu maşında da həmçinin ümumi qulluq olunur. Bütün işlərdə, yəni çək buranı, sepi dəyişilib, motorun içi təmizlənib. Çək buranı, buralığı çək. Sep başmaq, pistolet dəyişilib, motorun içi təmizlənib. İndi üst krişkası bağlanandan sonra çöl hissəsi təmizlənəcək. Karofkası da zavoddur. Bax, çək. Görsən germetkanı, qırmızı germetkadır, zavoddur. Maşın 180-200 min kilometrdən sonra mütləq şəkildə karofkanın açılıb, botları var içində. Həmən botlar sıxılmalıdır. Plus da filtr dəyişilib, yağı dəyişilməlidir. Həmən iş görüləndə. Ümumi qulluğa nələr daxildir? Üst prokladka, farsunka şaybası, kollektorun salniki, qabaq salnik, sep, başmaq pistoletlər, karofkanın yağı filtri və bütün zəhmət haqqısı. Açmışkən də bu qədər şey sökülüb də. Maşın hər bir işləri yoxlanır. Açılmışkən, misal bəzi şeylər var, zəhmət haqqı almırıq. Maşında hava sistemi təmizlənib. Optimada karofkası yığılır, problemi var. Çək bagajının karofkası sökülür. Bütün işlərdə yazılı şəkildə zəmanət verilir. Ünvanımızda Babəkdədir. Səhifədə əlaqə nömrəsi var. Və bu işlərin hamısı da rəsmi zəmanətli şəkildə müştəriyə təhvil verilir. Sepinə də 100 min zəmanət verilir. 100 min ərzində nə olsa bizdə idi. Baxın, görürsünüz, maşının nömrəsinə kimi hamısı yazılır.